Глазки где, Məryəm? Где глазки? Ух ты! Где глазки? İşte bu pasientlərdə çəpliyi gözdən qaçırmaq çox rahat, kolaydır. Yəni inanıram həkimlərin 80% bu çəplik növünü gözdən qaçıra bilər. Niyə? Çünki düz baxışda çəplik yoxdur. Yuxarı aşağıda baxışda hiss edə bilərlər bu çəpliyi və əsasən də yan baxışlarda bu çəplik ortaya çıxır. Və bu çəpliyin adı inferior oblik hiperfunksiyasıdır. Baxın, bariz görsən. Məryəm, Svali glaski. Görürsüz bu göz ara qaçdı. Hoppa, glaski. Glaski, baxın bu gözə baxın. Sonra glaski. Görürsüz necə vurur yuxarı. Və bu o deməkdir ki, Məryəm aşağı baxanda gözləri çəpləşir. Yəni böyük ehtimal Məryəmin gözündə düzdür biz indi görməsinə baxa bilmirik, amma Məryəmin görməsində də zəiflik var. Yəni göz tənbəlliyi var. Aşağı baxışda gözlər paralel deyil. Bu səbəblə müalicə etmək lazımdır.